Qarabağ bu dəfə Şamaxıda dumana düşdü. Ağır qrafikli fevral ilk addımındaca Qarabağı büdrətdi. Neftçiyə derbinin təxirə salınması ilə bağlı edilən yeni cəhdlər də bununla bağlı ola bilər. Fasiləyə 0-2 geridə yollanan atlılar ikinci yarıda Musa Qurbanlının vurduğu qolla intriqanı ölməyə qoymadı. 61-ci dəqiqədə Andrade, Zubir Montiel Duran və Yankoviçin oyuna daxil olması da məğlubiyyətdən xilas olmağa yetmədi. Ağdam klubunun ikinci heyəti bu mövsüm bir işə yaramır. Kəpəz, Şamaxı kimi rəqiblərlə görüşdə də önə çıxmağı, komandanın arxasınca aparmağı bacarmayan Ramil Şeydayev, Aleksey Kaşuk, Dani Bolt, Samin Maya kimi adlar gözləntilərin çox altında qalır. Belə də haqlı sual yaranır. Bəs siz Qarabağda nə günə lazımsınız? Uzun müddətli zədədən sonra ilk dəfə start heyətində yer alan Kade Borgesin də əvvəlki formasını bərpa etməsinə hələ vaxt lazımdır. Turan Tovuza lazım olmayan Abdullah Rzayev meydana çıxdığı ardıcıl ikinci görüşdə məhsuldar ötürməklə yadda qaldı. İstedadlı müdafiəçi əvvəlki günlərini tədricən xatırladır. 5000 dollar maaşa ölkəmizə gələn Kərim Rossi isə qollarını sıralamağa davam edir. Gətirəndə də belə əcnəbilər gətirəsən gərək. Qiyməti ucuz, keyfiyyəti yüksək. Qərb derbisində yekun nəticəni bir qol müəyyən etdi. Qarabağla görüşdə yaxşı oyunla gələcəyə ümid verən Qurbanberdiyevin yetirmələri bu dəfə yenə əvvəlki günlərini xatırlatdı. Qol da elə ələnəvi standart vəziyyətdən sonra vuruldu. Halbuki əsas məqsədi liqada qalmaq olduğu üçün 9 yerli oyunçu ilə meydana çıxan Kəpəzi Tovuzlular bir nəfəsə udmağa məhkum idi. Əvəzində Azər Bağırovun yetirmələri bir qədər diqqətli ola bilsəydi, meydandan daha yaxşı nəticə ilə ayrıla bilərdi. Berdiyevin meydanı erkən tərk etməsi də oyuna damğa vuran olaylar arasındadır. 73 yaşlı mütəxəssis ölkəmizdə olduğu ikinci mövsümündə ikinci dəfə qırmızı vərəq alması ilə yadda qaldı. Hər iki halda da səbəb hakimlərə sərt etiraz olub. Premyer Liqada rəqib tanımayan Sabah kubokda özünə bənzəmədi. Rotasiyalı heyətlə meydana çıxan Valdas Dambraskasın komandası hətta qolsuz bərabərliyə görə sevinə bilər. Çünki Kaxabet Çıxadadzenin yetirmələri daha yaxşı çıxış edən tərəf idi. Qaçırılan penalti olmasaydı, cavab görüşündə növbəti mərhələyə daha şanslı tərəf kimi də görünə bilərdilər. 2026-cı ildə məğlub olmayan bölgə klubu deyəsən hələ çoxuna baş ağrısı olacaq. 4-1 final mərhələsinin ən quru oyunlarından biri, bəlkə də birincisi Sumqayıtda keçirildi. Zirə sona yaxın bir qədər aktivləşsə də nəticəni ədalətli hesab etmək olar. Ehtiyatlı oyunu seçən hər iki tərəf də sanki öncədən qolsuz sülhə razılaşmışdı. Yaxşı məqam odur ki, ölkə kubokunun birinci oyunlarından sonra aşkar favorit yoxdur. 4 cütün hamısında qalibi cavab görüşləri müəyyən edəcək. Bir aydan sonra keçiriləcək həmin qarşılaşmalarda şansları siz necə görürsünüz? Fikirlərinizi şərh bölümündə yazın.